Məhsul sahibinin vəzifələri və səlahiyyətləri barəsində danışacağam. LinkedIn-də bir post bölüşdüm və xahiş etdim ki, təcrübəli məhsul sahibləri və məhsul idarə etmə sahəsində rəhbərlər bu istiqamətdə öz fikirlərini bildirsinlər. Təşəkkür edirəm. Toğrul bəy, Şahruz bəy öz fikirlərini bölüşdülər. İndi isə istərdim mən öz mövqeyimi bölüşüm. Məhsul sahibinin səlahiyyəti bəzi təşkilatlarda aşağı, bəzi təşkilatlarda daha yuxarı olur. Bu normaldırmı? İkincisi, bu istiqamətdə beynəlxalq təcrübədə hər hansı yanaşma mövcuddurmu? Mən müqayisə üçün layihə idarə etmə sahəsində layihə rəhbərinin rolları, səlahiyyətləri və onların təşkilati struktura bağlılığı ilə bağlı bir analoji müqayisə aparmışdım və bildirmişdim ki, layihə rəhbəri vəzifəsində layihə koordinatoru, layihə ekspeditoru kimi səlahiyyətlərə, rollara sahib ola bilər ki, bu da layihə rəhbəri səlahiyyətlərini tam əhatə etmir. Bu nə ilə bağlıdır? Bu, təşkilata strukturla bağlıdır. Məsələn, Projectized Organization-da, yəni layihə idarə etmə sahəsində ixtisaslaşmış bir təşkilatda layihə rəhbəri maksimum səlahiyyətə sahib olacaq. Ancaq bunun əksinə olaraq Matrix Organization-da, yaxud Functional Organization-da və yaxud Hybrid Organization-da isə bunun əksinə olaraq daha aşağı səlahiyyətə sahib olacaq. Yaxşı, bunlar oxşar yanaşmalar məhsul idarə etmədə mövcuddurmu? Yoxdursa, necə bu istiqamətdə həll yolu müəyyənləşdirmək olar ki, bu kimi gözləntilər yaranmasın və ya məyusluqla nəticələnməsin. Məyusluq dedikdə məhsul sahiblərinin öz vəzifələrini, xüsusən də bir çox beynəlxalq təcrübədə məhsul sahibinin mini CEO kimi təsvir edildiyi qədər yüksək səlahiyyətlərə sahib olmaması ilə bağlı yaranmış məyusluğu nəzərdə tuturam. 1. Məhsul sahibləri nə etməlidir? Məhsul sahibləri ilkin olaraq beynəlxalq təcrübəni davamlı şəkildə öyrənməyə çalışmalıdır. Nəyə görə? Hazırda bazarda bizim rast gəldiyimiz məhsul idarə etmə sahəsində olan əsas yanaşma, beynəlxalq təcrübə çox sadə, ilkin başlanğıc olan Scrum Guide, hansı ki bu əsas əhatə edir, bu PCM1 yaxud da PCPO1 sertifikatların əldə edilməsini ki, bunları əhatə etmiş olur. Və sual olunur, Scrum Guide-da məhsul idarə etməklə bağlı lazım olan bütün biliklər əks olunubdur. Mən birmənalı olaraq deyərəm ki, xeyr, nəinki bütün biliklər, hətta heç tələb olanların yarısı belə. Bu, minimum biliklər və ya minimum yanaşmanı özündə əks etdirən, adından məlum olduğu kimi bir 15 səhifəlik qayddır. Misal olaraq sual olunur, financial management, maliyyənin idarə edilməsi, hansı ki məhsul sahibinin bilməli olduğu ən vacib sahələrdən biri. Bu barədə nə kimi qaydda məlumat var? Ya change management barədə, ya communication management barədə, ya risk management barədə, ya issue management barədə, ya resource management barədə və s. Bu səbəbdən də biz daha geniş məhsul idarə etmə sahələrini, ümumiyyətlə idarə etmə sahələrini əhatə edən beynəlxalq təcrübəni, beynəlxalq yanaşmaları öyrənməliyik ki, bu kimi məqamlarda öz sualımıza cavab tapa bilək. İkinci məsələ, həmin təşkilatların bu istiqamətdə təşviqatı aparmasıdır ki, beynəlxalq təcrübə dərindən öyrənilsin. Məhsul idarə etmə sahəsində olan yanaşmalar daha geniş bir şəkildə təşkilat içərisində təşviq edilsin və həm rəhbərlik, yəni məhsul sahibinin birbaşa və yaxud ondan daha üst səviyyədə duran rəhbərliyi, həm də məhsul sahibi və həmçinin buradakı əsas key stakeholderlar, xüsusən də
bu deməli məhsulun idarə edilməsinə cəlb olunmuş. Key stakeholderlar necə deyirlər, bir clear picture-ə sahib olsunlar. Yəni eyni şəkildə hamı eyni şeyi görə bilsin. Bu zaman rəhbərlik və məhsul sahibi arasında olan bu kimi anlaşılmazlıqlar, narazılıqlar da öz həllini tapmış olar. Nə qədər məhsul sahibimiz, nə qədər onların rəhbərləri bilirlər ki, beynəlxalq təcrübədə ən uğurlu deməli məhsul idarə etmə sayəsində tətbiq edilən yanaşmalardan biri proqram menecmentdir. Nəyə görə? Çünki proqram menecmentin zaten məqsədi iki və daha çox bir-biri ilə əlaqəli layihələrin bir yerdə idarə edilərək həmin layihələrdən ayrılıqda əldə edilmiş benefitdən daha çox benefitin əldə edilməsi məqsədi ilə yaradılıb. Bu zaman düşünmək olar, tamam, məhsul elə məhsulun özünün ancaq yaranışı bir layihənin nəticəsi olur. Bəs daha sonraki onun periodları o deməli ən azı 2 layihədən və ya daha çox layihədən ibarət olmuş olacaqdır. Ancaq bayaq qeyd etdiyim kimi Scrum-dan, ya daha doğrusu Scrum Guide-dan və bunun kimi sadə yanaşmalardan fərqli olaraq məhsul rəhbərləri burada daha geniş sahələri, daha geniş idarə etmə sahələrini öyrənə bilərlər. Belki bu barədə bazarımızda nə qədər məhsul sahibinin və ya onların rəhbərlərinin məlumatı var. İstənilən halda, istənilən problemin kökü biz araşdırdıqda görürük ki, gedib bilgi, bacarıq və nəhayət səriştəyə dayanır. Yəni həmin bilgi və bacarığı vaxtında necə, nə cür tətbiq edərək nəticələrin alınmasına. Beynəlxalq təcrübədə, SAFE-də, Scrum-da, PMI-ın deməli PMI ACP-nin özündə Product Owner, onun funksiyaları, onun deməli role responsibilityləri barəsində məlumatlar var. Ancaq bayaq qeyd etdiyim layihə idarə etmədəki kimi dəqiq təsnifatı yoxdur. Bu səbəbdən də məhsul sahibi anlamalıdır ki, hər bir təşkilatın özünə məxsus qərar vermə istiqamətində olan bir thresholdu var ki, buna da risk thresholdu deyirlər. Bu ola bilər ki, onun işlədiyi təşkilatda bəlkə də rəsmi şəkildə yoxdur və ya elan edilməyib. Ancaq biz bunu bildiyimiz təqdirdə daha yaxşı bir şəkildə, necə deyirlər, buna riayət edə bilirik, bunu anlaya bilirik. Yəni, başqa sözlə desək, o bir fərqindəliyimiz olur. Yəni, anlayırıq ki, problemin kökündə nə durur? Ola bilsin, bizim rəhbərlərimiz bunu bilmir. Bu səbəbdən də biz nə etməliyik? Tamam, bizim səlahiyyətlərimiz məhdudlaşdırılıbdır. Bizim üçün daha geniş mikro menecment kimi deməli, belə bir bürokratik əngəllər formalaşdırılıbdır. Agile əksinə olaraq iyerarxik idarə etmə sistemi qurulubdur. Onda biz nə etməliyik? Bizim edəcəyimiz şey bunun nəticələrini düzgün təhlil edərək rəhbərliyə çatdırmaqdır. Rəhbərliyə bildirməkdir ki, misal olaraq bu yanaşma bizim time to market-ə ən azı hesab edirik ki, məsələn, 5% onun artmasına gətirib çıxaracaqdır. Məsələn, bu cür yanaşma bizim keyfiyyət məsələmizə, ümumi demotivasiyamıza, ümumi xərclərimizə bu qədər təsir edə bilər. Təbii ki, ən yaxşı ola bilər ki, bunlar rəqəmlərlə göstərsin. Bu zaman hesab edirəm ki, bu ən yaxşı deməli yanaşma olacaqdır. Çünki o nice to have deyirik də biz. Yaxşı olardı ki, olsun, yaxşı olardı ki, rəhbərlik də, bütün təşkilat da bu istiqamətdə yaxşı məlumatlı olsun. Xüsusən də aidiyyatı key stakeholderlar, əsas da bu qərar verici stakeholderlar ki, necə olmalıdır, ancaq bunlar olmaya da bilir. Bu qədər geniş mövzudur. Hər hansı suallarınız olsa buyurun. Diqqətiniz üçün təşəkkür edirəm.